Maraqlı bir məlumat vermək istəyirəm. Bəzən görürsünüz, kompüterdə müəyyən problemlər yaranır. Kompüterdə çox işləyirsə əgər və yaxud kompüter donursa, kompüterdə yenidən yükləmək, yəni rus dilində перезагрузка və yaxud ingilis dilində restart əmrini veririk və kompüter sönür və özü yenidən yüklənir. Bu əmri biz necə edirik? Əsas menüyə giririk, power düyməsini vururuq. Ekrana göstərən menüdən restart əmrini seçəndən sonra artıq kompüter özü sönəcək və müəyyən müddətdən sonra özü yanacaq. Bunun başqa bir yolunu mən sizə göstərim. Bu nə dərəcədə maraqlı olacaq bilmirəm, amma ki, bu bir yenilikdir. Yəni, mən bunu özüm öyrəndim və sizə də məsləhət bilirəm. Yəni, istəsəniz bu formadan istifadə edirsiniz. Deməli, Windows düyməsini basıb saxlayırıq, X düyməsini vururuq və klaviaturada olan U hərfini 2 dəfə fasilə ilə vururuq. Və bundan sonra kompüter özü перезагрузка gedəcək. Yəni, sönəcək, özü yanacaq. Yenə deyirəm, nə qədər maraqlı oldu, bilmirəm, amma ki, dedim də,